Deyir, bir gün Leylinin vəziyyəti pisləşir, Məcnundan halallıq almaq istəyir. Hamı gəlib Məcnundan xahiş edir ki, Leylinin vəziyyəti pisdir, can üstədir. Gəl sən ona halallıq verginə. Məcnun deyir, yox, mən Leyliyə halallıq verməyəcəm. Hamı təəccüb edir. Deyirlər, Məcnun, Leyliyə sən niyə halallıq verməyəcəksən? Məgər sən onun dərdindən bu hala düşməmsən? Məcnun susur, cavab vermir. Məcnun bu hərəkətinə görə hamı ondan üz döndərib gedir. Bir nəfər isə Məcnunun yanında qalır. Deyir, ay Məcnun, doğrudan da axı sən Leyliyə görə bu hala düşmüsən. Bəs indi sənə nə olub ki, Leyliyə halallıq vermirsən? Deyir, mən Leyliyə ona görə halallıq vermirəm ki, eşitmişəm, Allah Taala qiyamət günündə kim kimə halallıq vermirsə, onları görüşdürüb üzləşdirəcək. Mən də heç olmasa həmin vaxtı Leylini bir dəfə üzünü görmək istəyirəm. İndi qardaşlar, bütün sevən kəslərə mən Leyli Məcnun aqibətini yox, Leyli Məcnun məhəbbətini arzu edirəm. Allah sizləri xoşbəxt eləsin.